Valyuta məzənnələri gündəlik həyatımıza necə təsir edir? Heç düşünmüsünüzmü, niyə dollar bahalaşanda bazarda hər şeyin qiyməti dəyişir? Valyuta məzənnəsi yalnız iqtisadçılar üçün deyil, hər birimizin gündəlik həyatına birbaşa təsir edir. Gəlin baxaq, necə və niyə? İdxal və ixrac qiymətləri. Əgər dollar və ya avro bahalaşırsa, xaricdən gətirilən məhsullar da bahalaşır. Çünki şirkətlər həmin malları bahalı valyuta ilə alır. Bu, ərzaqdan tutmuş texnikaya qədər hər şeyin qiymətinə təsir edir. Əksinə, məzənə düşəndə idxal malları ucuzlaşa bilər. Yerli məhsulların rəqabət qabiliyyəti. Valyuta bahalaşanda yerli istehsalçılar üçün ixrac daha sərfəli olur, çünki xarici satdıqları mallardan daha çox milli gəlir əldə edirlər. Amma bu zaman daxili bazarda məhsulun qiyməti də arta bilər. Gəlirlər və xərclər. Əgər maaşınızı manatla alırsınız, amma xarici valyutada alış-veriş, məsələn, onlayn xidmətlər, təhsil, səyahət edirsinizsə, məzənə artımı sizin real xərclərinizi artırır. Əslində, eyni maaşla daha az şey ala bilirsiniz. İnvestisiya və əmanətlər. Valyuta dəyişkənliyi həm investorlar, həm də sadə əmanətçilər üçün önəmlidir. Bəziləri sabitlik üçün depozit vəsaitini bir neçə valyutada saxlayır. Digərləri isə kurs fərqindən gəlir qazanmağa çalışır. Amma bu, risklidir və bazarı anlamaq tələb edir. Psixoloji və sosial təsir. Dolların qalxması bəzən iqtisadiyyatdan çox insanların gözləntilərinə təsir edir. İnsanlar qiymət artımından qorxub ehtiyat üçün artıq alış-veriş edir və bu da inflyasiyanı daha da gücləndirir. Valyuta məzənnəsi sadəcə rəqəm deyil. O bizim gündəlik xərclərimizə, qənaətlərimizə və hətta psixologiyamıza təsir edir. Əsas odur ki, bu dəyişiklikləri izləyək və maliyyə qərarlarımızı daha düşünülmüş verək.